Bir nəfər bir qız istəyirdi, məktub yazırdı. Əvvəl də bilirsə qasidlər aparıb gətirərdi məktubu. Və yaxud bir yerə qoyardılar, qız gəlib götürərdi. Deyir, amma bu qasidlə göndərdi. Deyir, o qədər qıza məktub göndərmişdi ki, balıncının altı məktubla dolmuşdu. Axırda qız gördü, bu əl çəkmir, sevgi iddiası edir də. Yazdı bir dənə məktub göndərdi ki, filan yerdə filan saatda görüşəcəyik. Deyir, bu da aşiq deyir axı özünə. Gəldi, deyir, oturdu bir daşın üstündə. Başladı gözləməyə. Deyir, gözlədi, görüşə 10 dəqiqə qalmış yatdı. Yoxdur da var. Məşuq, yəni sevilənə deyirlər. Gəldi, gördü, aşiq yatıb, durğuzmadı. Cibinə deyirlər ki, 5-10 dənə noğulu qoydu, çıxdı, getdi. Noğul, biz yediyimiz. Deyir, bu durdu, gördü, görüşün vaxtından bir saat keçib, əlini ama cibinə atanda noğullar görəndə bilmədi nədir bunun bir mesajı da, hikməti. Götürdü, getdi dövrün ən böyük alimlərindən birinin yanında. Dedi, ağa, başıma belə bir iş gəlib. Ağa, dedi, sən aşıqsən? Dedi, bəli. Dedi, məşuqu kim görüşə çağırıb təkidlə? Dedi, mən. Dedi, yatıb qalan kim olub? Dedi, mən. Dedi, biz ağa bunu bilmək istəyirəm. Niyə bunları qoyub gedibdir? Dedi, məşuq onu qoyub gedib ondan sənə demək istəyir ki, ged noğullarınla oyna. Sən aradan biləsən eşq nədir? Həqiqi aşıqı yuxa aparar. Dedi, sən ki deyirsən Allah aşıqıyam, səhər azan verilir. Hardadır eşqin? Çalışda cavab vermirsən. Sən deyirsən gələcəm, namaz qılacam. Namaz qılacam, bir də görsən uzadırlar özünə namaz qılır.